Mənim iyonda kovalentinə mənim bir dəqiqə Aygül, iyon kristal qəfəsində hansı rabitə? Elə iyon olur da, Aygül. Metalda metal olur, iyonda iyon olur. Aydın oldu. Bəs atom kristal qəfəsində? İyonda müəllim biri metalla qeyri-metal arasında. Mən bayaqdan onu demək istəyirəm. Dilimin ucunda. Yəni iyon rabitə, yaxşı. Hə. Atom kristal qəfəsində? Atom kristal qəfəsində kovalent rabitə. Aha, molekul kristal qəfəsində də kovalent rabitə. Ona görə bu deyir yalnız kovalent rabitə birləşmə deyir yalnız molekul kristal qəfəsinə əmələ gətirir. Səhvdir. Atom da ola bilər. Sonra B-ni sən oxu Aygül. Birini sən, birini Zəhra oxuyacaq. B-ni oxu Aygül tez. Bərk halda iyon kristal qəfəsi əmələ gətirir. Bərk halda deyib kal-iyon metaldır. Azotla oksigen də qeyri-metaldır. Bəli, müəllim, bu iyon kristal qəfəsi əmələ gətirir. Doğru. Zəhra oxu. Səhvdir, mən metal kristal qəfəsinin düyün nöqtələrində aniyonlar yox, metal atomları yerləşir. Metal katyonları yerləşir. Yaxşı, metal katyonları yerləşir. Aygül bilirdin bunu Zəhranın dediyini? Bəli, müəllim, bilirdim. Aniyonlar yarım sərbəst formasında olur. D variantı Aygül. Molekul kristal qəfəsi maddələrin ərimə temperaturu əsasən iyon kristal qəfəsi maddələrin ərimə temperaturundan aşağı olur. Müəllim, iyonlar deyir metallar, məncə ondan yüksək olmalı. Bir də oxu. Molekul kristal qəfəsli maddələrin ərimə temperaturu. Molekul kristal qəfəsli maddələrin ərimə temperaturu. Molekul kristal qəfəsində Aygül, Van der Waals qüvvələri var idi, zəif idi. Amma iyonlarda falan güclü rabitələrdir də. Ona görə də həqiqətən də bunda zəif rabitələr olduğuna görə molekul kristal qəfəsində ərimə temperaturu aşağı olacaq. Yaxşı, oradan yadda saxlaya bilərsən. Molekul kristal qəfəsili maddələrin zəif Van der Waals qüvvələri olduğuna görə bunlarda ərimə temperaturu aşağı olacaq. Bu doğru. Zəhra birisini oxu. Atom kristal qəfəsi kovalent rabitə hesabına mənə gəlir. Doğrudur, müəllim. Ay, sağ ol. Sən kristal qəfəsi yaxşı öyrənmisən Zəhra. Aygül, boşluğumuz var kristal qəfəsi. Təzədən oxu. Efe, Aygül. Kristallik quruluşu maddələrdə maddəni əmələ gətirən zərrəciklər nizamsız şəkildə yerləşir. Amorf maddələrdə nizamsız şəkildə yerləşir. Deməli, sən buraları yaxşı bilirsən. Bir dənə o qarışdırdığın məqamlar var. Onları təzədən göz gəzdir. Yaxşı, Aygül mütləq. C-ni oxu Zəhra. Tamam. Bütün metallar bərk halda metal kristal qəfəsinə əmələ gətirir. Yanlışdır, müəllim. Bütün metal. Molekulda bərk. Fərqi yoxdur. Bütün metallar bərk halda. Yəni civənə də daxil olmaqla bərk halında. Xüsusi bax, adi bildiyimiz azot qazını, adi bildiyimiz karbon qazını belə bərk hala gətirmək mümkündür xüsusi şərait nəticəsində. Ona görə deyək ki, bütün metallar bərk halda metal kristal qəfəsinə əmələ gətirir. Bəli, doğrudur. İstənilən bir metal bərk halda. Nəyə görə bərk halda yazıb? Çünki civə istisnada axı civə maye haldadır. Bərk halda ona görə verib. Yaxşı. Metal kristal qəfəsinə əmələ gətirib. Doğrudur. Yaxşı. Yadından çıxmaz Zəhra. Testlər bitsəydi bir də başa qaydardıq. Yadınızdan çıxmış məqamlar təzədən təkrar olunardı. Sonra, yəqin ki, bu dekabr getdi olimpiyada. Çünki xəbər yoxdur hələ ki. 3-cü sual Aygül oxu tez. Kalsiyum